Baxın, qışqırıb. Bəzi izləyicilərimizdən şikayət gəlir ki, sizin şirənizi alanda qışqırıb və yaxud da xarab olub, hava gedib içinə. Bu olmalı deyil, amma bəzən ola bilər. Biz meyvədən şirə çıxdıqdan sonra qablaşdırırıq, onu yüksək temperaturda pasteurizasiya edirik. Eynən siz evdə kompot necə hazırlayırsınız? Birdən onun içinə hava daxil olarsa o xarab olur. Bir sözlə, konservantsız təbii bir məhsulun içinə hava daxil olarkən o xarab olur. Bəs necə bizim bəzi şeylərin içinə hava daxil olur və xarab olur və bəzən də daşınanda qeyri-düzgün daşındıqda qapağı zədələnə bilər və təbii ki, içinə hava daxil olacaq və qışqırma prosesi baş verir. Bu videonu çəkmə məqsədimiz nədir? Siz həmin xarab olmuş şirəmizi geri qaytara bilərsiniz mağazaya, əvəzinə yeni şirəni və yaxud da ki, pulunuzu ala bilərsiniz. Biz də ki, qanuna uyğun olaraq mağazalarda xarab olmuş məhsulları geri alırıq və onları utilizasiya edirik. Bir sözlə tullayırıq və bir sözlə bizim izləyicilərimiz, alıcılarımız bizdən razı qalsın. Təşəkkür edirik. Sağ olun.